Salam uşaqlar, deməli test toplu 2-ci hissədən cümlə tanımlama testi ilə deməli testini izah eləyəcəyik. Bu testi başlamamızdan əvvəl bir 3-4 dənə konkret qaydalarımız var. Onları təkrarlamaq istəyirəm ki, videonun izahlarını da, yenə növbəti izahlarda görəsiniz ki, onları bilmək lazımdır. Testi doğru formada cavabını tapmaqdan ötürü. Birinci qayda, cümlənin əvvəli testin şərtində zaten verilir. Davamında biz mübtəda xəbər uzlaşması eləməliyik. İkinci qayda, when, what time olan cümlələrdə bitmiş zaman vermək olmaz. Yəni, have, has, had, plus feilin 3-cü formasını vermək olmaz. Üçüncü qayda, ask, wonder, want to know, tell kimi feillərdən sonra zət bağlayıcısını vermək olmaz. Və dördüncü qayda, bəzi cümlələrdə what-la, who cümlənin mübtədası olduğuna görə arxasınca birbaşa xəbər gələ bilər. İndi səhvlərinizi deyin, baxaq. 17-yə qədər var səhv? Yox. Tamam, açırıq 17-də. Deməli, ikinci cümlədə dedik doğru mübtəda xəbər sıralanması olmalıdır. Baxırıq, A bəndində mübtəda xəbər sıralanmamız doğrudur. B bəndində were mübtədadan əvvələ keçib. C-də did mübtədadan əvvələ keçib. D-də did yenə Zeydən əvvələ keçib. E-də have Zeydən əvvələ keçib. Doğru cavab olur A bəndi. Başqa səhv? Neçə? 31. 31'e baxırıq, tez bazar, 31. Yenə cümlənin davamında doğru mübtəda xəbər sıralanmasını axtarmalıyıq. When-dən sonra mübtəda gəlməli idi, he will olmalı idi. B bəndi ola bilər, C bəndində yenə xəbər başlayıb, has. D bəndi ola bilər, E bəndi what-dan sonra köməkçi feil does gəlib. D bəndi səhvdir, niyə? Çünki, deyin, utanmayın. What time olan cümlədə deyib bitmiş zaman işlənməz. When, what time olan cümlədə bitmiş zaman işlənməz. Burada what time gəlib, sıralama doğru olsa belə, amma burada bitmiş zaman has-dan olduğuna görə doğru cavab kimi götürə bilmirik. Cavab olur B bəndi. Başqa səhv? 45. 45'e baxırıq. 45'də yenə doğru sıralanma axtarırıq. Məsələn, belə göz gəzdiyirik. 4'də nə baş verib? Aydan əvvələ was keçib, düzdür? Bunu sildik. Sonra ask, wonder, what to know bu olan cümlələrdə demişdik. Zət işlənməz. Zaten baxırıq yoxdur. Burada ask olmasına baxmayaraq zətlə başlayan cümlə yoxdur. Bir də 2 yanlışdır. Yenə itdən əvvələ köməkçi feil keçib. Doğru cavab qalır 1, 3, C bəndi. Başqa? 65. 65 sətrin sonunda. When, have, when-dən sonra gəlib köməkçi feil. Həm də burada 2 səhv var. Həm demişdik sıralama pozulub, həm də when olan cümlədə dedik bitmiş zaman işlənməz. Bəli. B bəndi yenə yanlışdır. V-dən sonra köməkçi feil gəlib. Qalxdıq yuxarı. V-dən sonra the demonstrators had gathered. Bu doğrudur. D-də V-dən əvvələ köməkçi feil keçib. O olmaz dediyimiz when olandaydı. When the what time. Həmən bağlayıcılarda olmaz. Burada V olduğuna görə C bəndi doğrudur. Və E bəndi niyə yanlışdır? Orada feilimizin son sözü, cümləmizin son sözü nə idi? Ask. Bəli, biz də dedik ki, ask olan cümlənin davamı zətlə verilə bilməz. Cavab qalır C variantı. Başqa? 71. Aha, want to know. Bayaq saydığımız feillərin içində var idi. Dedik ki, bundan sonra zət işlənməz. Sildik içini. Başqa harda səhv var? Hansındadır başqa səhv? 4'də. Ay sağ ol. You-dan əvvələ were keçib, yanlış. Cavab qalır 1, 3, D variantı. Başqa? 75. 75'e baxırıq. Aha, burada which-dən əvvələ baxmaq lazımdır. Novels cəmdədir. Deməli, cəm xəbər seçmək lazımdır. Ona görə bəli, 5'i sildik. Ondan başqa, baxaq görək, harda mübtəda var və xəbər mübtədadan əvvələ keçib. Aha, hansında? 2-də. Baxın, Zeyd mübtəda var, həv keçib ondan əvvələ. Bunu da sildik. Başqa, doğru cavabımız olur 1, 3, 4. Bir dakika, haradasa səhv buraxdıq. Tərcümə edirik. I haven't read the novels. Mən deyir, romanları oxumamışam. Hansılar ki, tərcümə edib vermək olmaz burada. Mübtəda cansızdırsa, biz burada məlum növ qoya bilmərik. Yəni, biz buradan which-i götürsək, belə olur ki, romanlar tərcümə edib. Tərcümə edib yox, tərcümə edilib. Məchul növə çevirmək lazımdır. Ona görə 3'ü götürürük.
4 niyə doğru olur bəs? Çünki onlar tərcümə edib. Artıq mübtəda burada onlardır. Ona görə olur 3-4, cavab B bəndi. Başqa? 83. Can you tell me? Zətdən sonra iz keçdi, xəbər gəldi, olmaz. Zisiz saxlayaq bunu. İz keçdi itdən önəm. İz keçdi yenə əvvələ. İz keçdi yenə əvvələ. Cavab qalır B variantı. Mübtəda xəbər sıralanması. Başqa? 103. Var 103-ə qədər? 97-yə qaydıraq. 97. Aha, it is ifdir. Burada ifdir. İz keçib əvvələ silirik. How awfully bir yerdə sual əvəzli idi. Arxasınca mübtəda gəlməli idi. The weather will olmalı idi. C-də o formadadır. We must olmalı idi. Və the weather will change olmalı idi. Başqa? 103. Yenə həmişəki eyni qayda. Bəli, niyə səhvdir? Sıralama doğrudur. Bəs niyə səhvdir? Bəli. When-lə have been, have işlənməz. Aha. Həm də xəbər əvvələ keçib. D düzgündür. Aha. You are olmalı idi. Bəli. Başqa? 21. Baxaq 21-ə. Aha. Qəşəng, səhv. C. Aha. İndi qaldıq B ilə D variantı arasında. B variantı. Aha, burada sizi çaşdırmaqdan ötürüb V-ni ortaya saatdır. When varsa nə vaxt və harada məktəbi bitirib. Bitmiş zaman vermək olmaz. Cavab qalır D variantı. Başqa? 111. 111'ə qaydırıq. Tamam. Aha, yenə when olan cümlədə bitmiş zaman getdi. Aha. Bəli, mübtəda xəbər sallanması. Başqa? Bitti. Tamam.